Bugünkü qəhrəmanım elə sənətkardır ki, onun haqqında təkcə aktrisa kimi danışmaq doğru olmazdı. O çox mehriban, istiqanlı insan idi. Teatra olan məhəbbəti onu ailəsindən uzaq salır. O bir də 55 ildən sonra ömrünün ahıl çağında doğmaları ilə görüşür. Anasını isə sonuncu dəfə 1938-ci ildə görmüşdü. Bundan sonra onlara görüşmək bir daha heç vaxt qismət olmur. Gənc yaşlarında ana həsrəti ilə alışıb yanan aktrisa səhnədə bu obrazın əvəzsiz ifaçısı kimi yadda qaldı. Söhbət Azərbaycanın əməkdar artisti Ətayə Əliyevadan gedir. Ətayə Əliyeva 1920-ci il mayın 2-də Türkmənistanın Aşqabad şəhərində dünyaya gəlib. Atası Ağaqulam kişi, anası Humay xanım. Ağaqulam əslən İranın Mağara şəhərindən idi. O yeniyetmə çağlarında atası dünyasını dəyişir, bundan sonra ailənin maddi vəziyyəti ağırlaşır. Bu səbəbdən Ağaqulam Türkmənistana qazanc dalınca yollanır. Burada bir müddət ticarətlə məşğul olur, daha sonra bir arteldə baş usta işləyir. Günlərin birində Aşqabadda Humay adlı bir xanımla tanış olur. Humay xanım da əslən İranın Təbriz şəhərindən idi. Onlar da kiçik yaşlarında ailəsi ilə birlikdə Aşqabada köçmüşdülər. Ağaqulam Humay xanımla bir müddət bir-birlərini sevirlər, ondan sonra ailə qururlar və bu evlilikdən onların 6 övladı dünyaya gəlir. Ətayənin teatrla tanışlığı 5 yaşında olmuşdur. O zamanlar atası onu Bakıdan gələn aktyorların tamaşasına aparır. Ətayə xanım sonralar xatirələrində deyirdi ki, həmin tamaşada mən bir aktyorun oyununa valeh oldum. O çox hündürboy, yaraşıqlı aktyor idi. Və bu, Ətayə Əliyevanın teatra gedən yolun başlanğıcı olur. Orta məktəbdə oxuyanda ailəsindən gizlin dram dərnəyinə yazılır. Və burada bir neçə tamaşalarda çıxışlar edir. Onun dram dərnəyində ilk rolu Süleyman Sani Axundovun Laçın yuvası əsərində Pəricahan obrazı olur. Bundan sonra şəhər mədəniyyət evində səhnəyə qoyulan Arşın Malalan operettasında Asiyanı oynayır. 1933-cü ildə Azərbaycanın məşhur aktyoru Rıza Əfqanlı Aşqabada teatr yaratmaq üçün Erzəmiyyətə göndərilir. Bundan xəbər tutan Ətayə Əliyeva həmin teatra işə düzəlir. Onun burada ilk rolu Aşıq Qərib tamaşasında Qəribin bacısı olur. Rıza Əfqanlı Ətayənin oyununa valeh olur və ona deyir ki, qızım, səndən çox gözəl aktris ola bilər. Sən mütləq teatr texnikumuna getməlisən. Amma Türkmənistanda bu sahə üzrə təhsil almaq mümkün deyildi. Çünki orada yox idi, ümumiyyətlə teatr hələ qurulmamışdı. Ətayə anasına bu barədə bildirir ki, mən Bakıya getmək istəyirəm. Amma teatr texnikumunun adını çəkmir. Çünki anası Ətayənin həkim olmağını istəmişdi. Onun bu şəhərdə heç kimi yox idi. Kimin evində qalacaqdı? Harada yaşayacaqdı? Bütün bu fikirlər Humay xanımı narahat edir və o qızının Bakıya getməsinə icazə vermir. Amma Ətayə bildirir ki, əgər sən məni buraxmasan, mən evdən qaçacağam. Uzun sürən yalvarışlar da bir nəticə vermir. Ətayə anasını inandırmağa çalışır ki, o Bakıda tibb texnikumunda oxuyacaq. Yenə də anası istəmir onun bu şəhərə gəlməsini. Və nəhayət Ətayə rəfiqəsi ilə qoşularaq Bakıya gəlir. 1934-cü ildə o teatr texnikumuna qəbul olur. Burada Fatma Qədrinin kursunda oxuyur. Nəcibə Məlikova, Barat Şəkinskaya, Sofa Bəsirzadə, Gülxar Həsənova ilə bir kursda oxuyurlar. 1935-ci ildə Ətayə Əliyevanı dram teatrına işə götürürlər. Onun böyük səhnədə ilk rolu
Vasili Şkvarkinin Özgə uşağı əsərində Raya obrazı olur. Elə həmin ildə aktrisalardan biri xəstələndiyi üçün teatrın baş rejissoru Aleksandr Tuganov Ətayə Əliyevanı sözləri əzbər bildiyinə görə məşqsiz filansız Hüseyn Cavidin Şeyx Sanan əsərində Zəhra rolunda səhnəyə buraxır. Ətayə xanım burada Abbas Mirzə Şərifzadə ilə eyni səhnəyə çıxır. Bundan sonra o, Od gəlini və Siyavuş tamaşalarında da Abbas Mirzə ilə tərəf müqabili olur. Teatr texnikumu bitirdikdən sonra Ətayə Əliyeva peşəkar aktrisa kimi fəaliyyətə başlayır. 1937-ci ildə onu İrəvan Dram Teatrına göndərirlər. Bir il burada işlədikdən sonra o yenidən Bakıya qayıdır. Dram Teatrının truppasına qəbul olur. Burada Mirzə İbrahimovun Madrid əsərində Aida, Cəlil Məmməd Quluzadənin Ölülərində Nazlı, Sabit Rəhmanın Toy komediyasında Kamiləni oynayır. 1939-cu ildə işdən çıxması haqqında ərizə yazaraq Adil İskəndərova təqdim edir. Adil müəllim onu buraxmaq istəmirdi. Çünki Ətayə xanım möhtəşəm aktrisa idi. Hələ onunla oynayacaq neçə tamaşalar vardı. Ətayə xanım isə getməkdə israrlı idi. Adil İskəndərov acığı tutur və ona bildirir ki, ərzəvə qol çəkirəm. Amma sən ikinci dəfə dram teatrına gəlsən, mən səni işə götürməyəcəm. 1939-cu ildə Ətayə Əliyeva İrəvan Azərbaycan Dram Teatrına gedir. Amma 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda hər şey alt-üst olur. Ətayə xanım yenidən Bakıya qayıdır. Amma dram teatrına gedə bilmir. Çünki Adil İskəndərov ona sözünü demişdi. O, Gənc Tamaşaçılar Teatrına işə düzəlir. Burada cəmi bir il işləyir və bircə tamaşada Zəfər Neymətovun quruluş verdiyi Əyyub Abbasovun Məlik Məmməd piyesində Yaqut oynayır. Və 1944-cü ildə yenidən İrəvana gedir. 4 il burada işlədikdən sonra 1948-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası başlayanda Ətayə xanım da məcburiyyətdən İrəvanı tərk etməli olur. Amma nə edəcəyini bilmir. Elə bu ərəfələrdə onlara Kirabat teatrından dəvət gəlir. Və Ətayə xanım çox həvəslə bu dəvəti qəbul edir. O zamanlar Kirabat teatrının direktoru İsmail Talıblı idi. O Ətayə xanımın deməli tamaşalarını baxmışdı. Onun aktrisalığına bələd idi və ona görə də Ətayə xanımı Kirabat Dram Teatrına dəvət edir və Ətayə xanım burada 8 il işləyir. Aydında Gültəkin 1905-ci ildə tamaşasında Sona, Almazda Almaz, Solğun Çiçəklərdə Sara, Otelloda Dezdamona, Göz həkimində İradə, Bahar sularında Səadət, Nişanlı qızda Bənövşə və digər yadda qalan rolları böyük uğur qazanır. 1956-cı ildə Adil İskəndərov Kirabat şəhərində olarkən o İlyas Əfəndiyevin Atayevlər ailəsi tamaşasına baxmağa gedir. Ətayə xanım həmin tamaşada Lətafəti oynayırdı. Bundan sonra səhəri gün Adil İskəndərov Ətayə xanıma bildirir ki, əgər Bakıya qayıtmaq istəsən, mən səni yenidən işə götürəcəyəm. Çünki Ətayə xanımın aktrisalığı, onun sənəti Adil müəllimi valeh etmişdi. Düzdür, o 39-cu ildə acığından bunu demişdi ki, istəmirdi ki, Ətayə xanım getsin. Amma onu hansı vəslədə olsa teatrda saxlaya bilməmişdi. Amma istəyirdi ki, Ətayə xanım onun teatrında işləsin. 1957-ci ildə Ətayə Əliyeva Bakıya qayıdır və Dram Teatrının truppasına qəbul olur. Ömrünün sonuna qədər bu teatrda fəaliyyət göstərir. Dram Teatrına 3-cü qayıdışında Adil İskəndərov ona Mehdi Hüseynin Cavanşir piyesində Reyhan rolunu verir. İndi hamımızın əzbər bildiyimiz Fikrət Əmirovun Dağlar qızı Reyhan mahnısı həmin tamaşa üçün yazılmışdı və mahnının ilk ifaçısı Ətayə Əliyeva olub. Bundan sonra Pəri Caduda Pəri, Şeyx Sananda Nina,
Fərhad və Şirində Fitnə, İliç buxtasında Validə, Tufanda Sifin, Hind gözəlində Madanika, Dönüşdə Gülər, Bağlı qapılarda Zəhra, Hacıqarada Sona, Ölülərdə Kəblə Fatma, Toyda Zinyət, Sən həmişə mənimləsəndə Nəzakət, Vaqifdə Gülnar, Qızılda Sara Allen, Kəndçi qızında Reyhan, Dəli yığıncağında Məşədi Zeynəb, Fitnədə Gövhər, Sizi deyib gəlmişəmdə İzzət, Şəhərin yay günlərində Tamara, Yalanda Rəfiqə, İkinci səsdə Məlahət, Mənziliniz mübarəkdə Kəklik, Məkir və Məhəbbətdə Miller'in arvadı və başqa rolları Ətayə xanımı tamaşaçıya daha da doğmalaşdırır. Ətayə Əliyeva sonuncu dəfə 1988-ci ildə rejissor Hüseynağa Atakişiyevin Vaqif Səmədoğlu'nun Yayda Qartopu oyunu tamaşasında Adilə obrazı ilə səhnəyə çıxır. Bu, Ətayə xanımın Azərbaycan teatrında sonuncu rolu olur. Bundan sonra o, dünyalar qədər sevdiyi, bütün varlığı ilə bağlandığı səhnədən gedir. Ətayə Əliyevanın filmoqrafiyasına gəldikdə isə o ilk dəfə 1959-cu ildə Onu bağışlamaq olarmı filmində Leytenant Qarayeva obrazı ilə kinoya gəlir. Oy, başım battı. Elə bir cəhənnəmdən biletsiz qaçıb. Primus düzəldirəm! Primus düzəldirəm! Yəni bu sür sifətimi də birazca düzəltsəm nə olar? Bundan sonra 1961-ci ildə Bizim Küçə filmində Bəyim. Sizin yanınızda? Mən? Bəli sən, mənim yanımda. Siz nə danışırsınız? Yox, heç bir vaxt. Hara gedirsən? Burada qalacaqsan. İkimizə də yer çatar. Yaxşı, yaxşı. Axı mən... Bəsdir. 1962-ci ildə Telefonçu qız filmində Simuzər. Yaxın gəl görüm. Sənə nə olub? Bilmirəm, Bəlkə xəstələnmisən? bilmirəm. Qəribə qızsan. Get. Hara? Evə. 1967-ci ildə Dağlarda Döyüş filmində Qəmbərin arvadı. Hicran az cəhənnəmdədir. Əkşi sənə nə olub özündən çıxmısan? Səndən soruşuram, qız hanı? Harda olacaq? Qız məktəb qurtarır, yoldaşları ilə imtihana hazırlaşır. Sən dedin, mən də inandım, hə? Bu kişi bugün sənə nə olub? Və rejissor Arif Babayevin 1968-ci ildə lentə aldığı Uşaqlığın Son Gecəsi filmində Mənsurə. Bu, Ətayə Əliyevanın Azərbaycan kinosunda son rolu olur. Onda gün gələcək ya, ama sonra. Murat söz verin mənə mağnitofon alsın. Sənə də bacın oğlu paltaryan maşın alıb bağışlayacaq. Yekə kişisən, bu boyda ağlın yoxdur. Mağnitofonu neyinirsən ay kişi qoca vaxtında? Bundan başqa 1962-ci ildə Körpə, 1965-ci ildə Yun Şal, 1970-ci ildə General, 1983-cü ildə Topal Teymur, 1988-ci ildə Analar televiziya tamaşalarında çəkilir. Səhnədə göstərdiyi xidmətlərinə görə Ətayə Əliyeva 1964-cü ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülür. Amma ömrünün demək olar ki, bütün hissəsini Azərbaycan teatrını həsr edən sənətkara xalq artisti adı verilmir. Bunun səbəbini bilmirəm. Əlbəttə, bütün bunlar Ətayə xanımı narahat etməyə bilməzdi. Bəlkə də o inciyirdi, amma o bu incikliyini dilə gətirmirdi. Onun həm yaşıdları, onunla eyni kursda oxuyanlar hamısı xalq artisti oldu. Hələ Ətayə xanımdan sonra teatra gələnlər də bu adı aldılar. Onun daxilində bir üsyan qaynayırdı. O heç bir qapını döymədi. Heç kimdən xahiş etmədi ki, ona xalq artisti adı versinlər. Elə əməkdar artist kimi də dünyasını dəyişdi.
Şəxsi həyatına gəldikdə isə Ətayə Əliyeva teatr texnikumunda oxuyarkən sonralar müxtəlif teatrlarda aktyor, bədii hissə müdiri kimi fəaliyyət göstərən teatrşünas Həsən Mirzəyevlə tanış olurlar. Onları Gülxar Həsənova tanış etmişdi. Həsən Mirzəyev həmin dövrdə Bakı Sənaye Texnikumunun tələbəsi idi. Eyni zamanda da Əli Bayramov klubundakı dram dərnəyinin üzvü idi. Ətayə xanımla Gülxar Həsənova yataqxanada bir otaqda yaşayırdılar. Günlərin birində Gülxar xanım ona deyir ki, mənim dram dərnəyində məşqim var. Və onlar birlikdə gəlirlər Əli Bayramov klubuna. Həmin vaxtı Həsən də orada deməli məşqdə idi və bunlar tanış olurlar. Həmin dövrdə Həsən Mirzəyev başqa bir qızla nişanlı idi. Ətayə xanımın tərəddüdü, onun valideynlərinin etirazı Həsəni yolundan qaytarmır. Onlar bir-birini sevirlər və Ətayə xanıma evlilik təklif edir. 1935-ci ildə onlar ailə qururlar. 1938-ci ildə qızları Tamilla, 1944-cü ildə Rauf və 1946-cı ildə Ramiz adlı oğlanları dünyaya gəlir. Tamilla xanım uzun illər alman dilindən dərs deyir. Rauf Süleyman isə dövlət televiziyasında bir neçə verilişlərin rejissoru olur. Ramiz Həsənoğlunu isə əlavə şərh olaraq tanıtmağa ehtiyac yoxdur. Onu demək olar ki, hər kəs tanıyır. Onun çəkdiyi televiziya tamaşaları indi də insanların sevə-sevə baxdığı ən maraqlı ekran əsərləridir. Ramiz Mirzəyevin quruluş verdiyi Yollar Görüşəndə, Ötən ilin son gecəsi, Qatarda, Kökdən düşmüş piano, Yaşıl eynəkli adam, Oradan buradan, Ac hərflər və onlarla tamaşanın rejissorudur. Övladlarından Tamilla xanım artıq çox təəssüf ki, dünyasını dəyişib. Rauf Süleyman hazırda Kanadada yaşayır. Ramiz müəllim isə Bakıdadır. Bir də onu qeyd etmək istəyirəm ki, deməli Həsən müəllimlə Ətayə xanım ailə quranda onun ailə qurmağa yaşı düşmürdü. 35-ci ildə onun hələ 15 yaşı vardı. Bu səbəbdən Həsən müəllim onun yaşını 4 il böyüdür. Yəni rəsmi sənəddə onu 1916-cı il göstərir ki, evlənməyə icazə verilsin. Gördüyünüz kimi baş daşında yalnız Ətayə xanımın adı yazılıb. Çünki Əliyeva onun qızlıq familiyası deyildi. 30-cu illərdə ölkədə pasportlaşma başlayanda Ətayə xanım Sovet vətəndaşlığını alır. Və ona deyirlər ki, sən bir familiya seçməlisən. Ətayə xanım da elə o dövrdə, indiki dövrün də ən populyar olan Əliyeva familiyasını götürür. Onun ailəsinə gəldikdə isə Ətayə xanımın deməli valideynləri Sovet vətəndaşı olmadığına görə 1938-ci ildə onları Türkmenistandan çıxararaq İrana göndərirlər. Həmin vaxt Ətayə xanımın anası xahiş edir ki, icazə verin biz İrana Bakıdan gedək. Çünki onlar qızları ilə görüşmək istəyirdilər. Və valideynləri gəlir bura, bacı qardaşları 1938-ci ildə Ətayə xanım onlarla görüşürlər və İrana gedirlər. Ətayə xanım bir də uzun illərdən sonra 1992-ci ildə İrana gedir və orada artıq onun 2 qardaşı və 2 bacısı sağ qalmışdı. Valideynləri dünyasını dəyişmişdilər və orada öz doğmaları ilə görüşə bilir. Ətayə xanım düz 60 ilə yaxın öz doğmalarından uzaq düşür. Ətayə Əliyevanın ölümünə gəldikdə isə bu barədə ətraflı danışmayacağam. Sadəcə onu demək istəyirəm ki, o yüksək qan təzyiqindən əziyyət çəkirdi. Eyni zamanda da öd kisəsində problem vardı. Və 1995-ci il aprel ayının 6-sında Ətayə Əliyeva 75 yaşında öz evində dünyasını dəyişir. Onun vəsiyyətinə uyğun olaraq köhnə qəbirstanlıqda həyat yoldaşının yanında dəfn edirlər. Onun həyat yoldaşı Həsən Ağa müəllim 1987-ci ildə vəfat etmişdi. Və o burada köhnə qəbirstanlıqda dəfn olunub. Ətayə xanım da dünyalar qədər sevdiyi həyat yoldaşının yanında torpağa tapşırılmağını vəsiyyət edir
və övladları da onun bu vəsiyyətini yerinə yetirirlər. Məzarına gəldikdə isə gördüyünüz kimi bura təmizdir. Yəni mən həmişə buradan keçəndə baş çəkirəm, görürəm ki, Ətayə xanımın qəbrinin ətrafı səliqəli olur. Sadəcə bir detal demək istəyirəm. Yəqin ki, buranı Ramiz müəllim tez-tez təmizlətdirir. Bu ağ mərmərdir və bunun üzəri artıq mamır bağlayıb. Buranı təmizləyən kimdirsə, o mütləq buna diqqət yetirməlidir və bu mamırı təmizləməlidir. Bu yuyulsa gedəcək. Çox güman ki, bir şkurka ilə, yəni bura sürtülsə gedəcək. Əks təqdirdə bu getdikcə yayılacaq və gördüyünüz bu yerlər də hamısı mamır olacaq. Bax bunu yəqin ki, Ramiz müəllim bizim bu videomuza baxacaq və çox diqqət etməyini xahiş edirəm. Bax bunları şkurka ilə sürtdürsə, kim ki buranı təmizləyir və ağ mərmərdir və daha da gözəl görsənəcək. Amma yenə də mən indi gəlmişkən istəyirəm bura həm Ətayə xanımın, həm onun həyat yoldaşı Həsən müəllimin məzarının üzərinə biraz su vurum. Artıq nəsə etməyə ehtiyac yoxdur. Amma bu mamura gəldikdə isə mən bunu təmizləyə bilməyəcəm. Çünki mənim əlimdə elə bir ləvazimat yoxdur. Bunun üçün biraz möhkəm nəsə lazımdır. Setka kimi belə möhkəm. Eyni zamanda da ağardıcı məhlullardan istifadə etməklə bunu təmizlətmək olar. Əks halda bu getdikcə qaralacaq və xoşagəlməz bir mənzərə yaranacaq. Ətayə xanım haqqında deyəcəklərim bu qədər. Məzarını mən əvvəlcədən vurğuladım ki, bura həmişə təmiz olur, buranı təmizləyirlər, səliqəli saxlayırlar. Sadəcə məndə bir adət halı var, məzarların üzərinə su vurdum. Vəssalam, daha deyiləcək başqa sözüm qalmadı.